Bismillahirrahmanirrahim ve bihi nesta'in ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Esselamu alel Hüseyin ve ala Ali ibnil Hüseyin ve ala evladil Hüseyin ve ala əshabil Hüseyin. Salamlayıram hər birinizi əziz tamaşaçılar. Kərbəlanın səsi Hüseyin məktəbindən qeyb nuruna doğru verilişini izləyirsiniz. Keçən verilişdə söz verdiyim kimi bugün istəyirəm qeyb dövrünə aid olan, İmam Məhdi əleyhissalamın zuhuruna aid olan zuhurun nişanələri, ondan sonra intizar məsələsi, ümid məsələsi, bu kimi məsələlərə inşallah toxunaq. İslam tarixinin ən mühüm anlayışlarından da biri intizar məsələsidir. Yəni, ilahi ədalətin zuhurunu gözləmək. İmam Məhdi əleyhissalamın zuhurunun vasitəsilə. Lakin diqqət edək, Əhl-i-Beyt məktəbində intizar sadəcə zaman keçməsini gözləmək deyil. Bu çox önəmlidir. İntizar həqiqətdə iman məktəbidir. Mənəvi hazırlıqdır. Ümid fəlsəfəsidir. Zülmə qarşı mövqe tutmaqdır. İnsan özünü dəyişdirməli, islah eləməlidir. İstəyir ki, bu verilişdə bunlar barəsində danışaq. İntizarın həqiqi mənası, zuhurun əlaməti və bu kimi məsələlərə istəyirəm bugünkü verilişimizdə ətraflı toxunaq. Baxın, ilk öncə bunu açıqlamaq istəyirəm ki, intizar nə deməkdir? İntizarın lüğəti mənası gözləmək mənasındadır. Yəni, ərəb mənşəli sözdür də intizar, yəni gözləmək. Amma terminoloji baxımdan, dini bir termin olaraq intizar Allahın vəd etdiyi haqq hakimiyyətinə hazır olmaq deməkdir. Sən bir mömin və müsəlman olaraq Allahın verdiyi o vədə, ədalət əsasında olan hakimiyyətin intizarında olmalısan. Bu səbəbdən Əhl-i-Beyt məktəbində intizar passiv gözləmək deyil. Yəni, bu yanlışdır, passiv gözləyəsən. Xeyr. Əksinə, intizar yəni hazırlıq, islah, mənəvi dirçəliş, haqq yolunda sabit qalmaq və bu kimi mənalar verir. İntizar yəni hal-hazırdakı vəziyyətlə sən barışmırsan, gözəl bir gələcəyin arzusundasan və o gözəl bir gələcəyi həyata keçirtmək üçün əlindən gələni edirsən. Allah Teala Quran-ı Kərimdə ümid anlayışını belə açıqlayır. Yəni, qeyd edir ki, möminlər heç vaxt naümid olmamalıdır. İnsanları ümidə dəvət edir. Dəfələrlə Quranın müxtəlif ayələrində Allah Teala buyurur ki, Allahın rəhmətindən naümid olmayın. Bir ayədə və la təyəsu min rəbhillah, Allahın rəhmətindən ümidsiz olmayın. Yusuf surəsi 87-ci ayəsində. Başqa ayədə Allah Teala buyurur ki, innələrdə yərisuha ibadiyyəs salihun, yer üzünə mənim salih bəndələrim varis olacaq. Ənbiya surəsinin 105-ci ayəsidir. Bu ayələr nə deyir? Bu ayələr deyir ki, bu ayələr göstərir ki, İslam düşüncəsində tarixin sonu zülm deyil. Tarixin sonu ədalətdir. Əmin-amanlıqdır. Rifahdır. Bizim bu baxımdan gələcəyə ümidimiz çoxdur və müsbətdir. Ən fəzilətli əməl ki, hədislərdə qeyd olunur, intizardır. Peyğəmbər bu barədə buyurur, əfzəlu əmalı ümməti intizarul fərəc. Mənim ümmətimin ən fəzilətli əməli intizardır, qurtuluşu gözləməkdir, fərəci gözləməkdir. Amma intizar bu mənada. Bu hədis çox böyük məna daşıyır. Nə üçün intizar ən üstün əməl sayılsın? Diqqət edək, çünki həqiqi intizar edən insan insanlığını qoruyur, imanını qoruyur, ümidsiz olmur, zülmə heç vaxt təslim olub boyun əymir, haqq yolunda qalır, özünü və yaşadığı cəmiyyəti islah edir. İntizar bu mənada olanda həqiqətən gərək elə ən üstün əməl olsun. İntizar həqiqətdə zuhur dövrünə olan mənəvi bir hazırlıqdır. İmam Sadiq əleyhissalam bu barədə buyurur ki, mən sərrəhu ən yəkuna min əshabil qaim fəlyəntəzir və liyə'məl bil vər'i və məhasinil əxlaq.
Kim İmam Məhdi əleyhissalamın səhabələrindən olmaq istəyirsə, intizar etsin və təqva ilə gözəl əxlaq sahibi olsun. Bu hədis, buna bir diqqət eləyək. Bu hədisə diqqət edəndə görürük ki, intizarın əsası əxlaqi hazırlıqdır. Yəni, yalanı tərk eləmək, haramdan uzaq olmaq, təqvalı olmaq, məhasinül əxlaqı riayət eləmək, məkarimül əxlaqa yiyələnmək, insanlarla yaxşı davranmaq, qəlbi saflaşdırmaq. İntizarın demək olar ki, bu dediklərim hamısı intizarın mənasında vardır, terminoloji baxımdan. İntizar bizə öyrədir ki, biz cəmiyyətin müqabilində məsuliyyətimiz vardır. Əhl-i Beyt məktəbində intizar cəmiyyətdən uzaqlaşıb şəxsi ibadət etmək mənasında deyil. Əksinə, cəmiyyət arasında olmalısan. Haqqı müdafiə etməlisən. İmam Hüseyn əleyhissalamın məktəbi bizə bunu öyrədir. Çünki zülmə qarşı susmaq, haqsızlığa qarşı, necə deyərlər, hərəkət etməmək, fəsadı qəbul etmək, zülmü qəbul etmək, bunların hamısı intizarın həqiqəti ilə ziddiyyəti vardır. Həqiqi müntəzir olan şəxs ədaləti müdafiə edər, insanlara xidmət edər, cəmiyyəti islah etmək üçün əlindən gələni eləyər, əlindən gələni heç vaxt əsirgəməz. Yəni, həm fərd olaraq məsuliyyət daşıyır, həm cəmiyyətdə olaraq. Bu baxımdan da qeyd edirlər ki, qeyb dövrü, mən keçən versiyada işarə eləmişdim, ən çətin günlərdəndir, zamanlardandır. Bu barədə bir hədis vardı. İmam Kazım əleyhissalamdan da buyurur ki, qaimimizin qeyb dövründə bizim yolumuzdan yapışan şiələrə müjdə olsun. Yəni, çox çətindir. İnsan vilayət yolunda, vilayət xəttində qalsın. Qeyb dövrü həqiqətdə şübhələrin çoxaldığı bir zamandır. Fitnələr hər bir tərəfdən yayılmaqdadır. Mənəvi zəiflik günbəgün artmaqdadır. Belə bir dövrdə biz yaşayırıq. Bu səbəbdən imanı qorumaq böyük cihad hesab edilir. Belə bir dövrdə. Həm çətindir, həm də kim imanını belə bir şəraitdə qoruyarsa, çox üstün və onun üçün ən böyük fəzilət hesab olunur. İntizar həqiqətdə ümid məktəbidir. İmam Məhdi əleyhissalama etiqad sadəcə ilə gələcək hadisiyə bir maraq deyil, inam deyil. Bu ümidsizliyə qarşı ilahi bir məktəbdir. Dünyada hal-hazırda görürsünüz, nə qədər müharibələr var, zülm var, mənəvi böhran var, ədalətsizlik var. Bunların hamısı günbəgün artdıqca insanlığın daha çox ümidə ehtiyacı vardır. İntizar məktəbi də elə bizə bunu deyir. Zülm əbədi deyil. Bir gün gələcək, haqq qalib olacaq. Ədalət bərqərar olacaq yer üzündə. İlahi dəyərlər yer üzərinə hakim olacaq. Baxın, intizar məktəbi bizə bunu öyrədir. Amma bu ki, zuhurdan qabaq bizim vəzifəmiz intizardır, intizarın həqiqəti nədir, bu barədə danışdıq. Amma zuhur zamanı artıq İmam Zaman əleyhissalam zuhur etdikdə dünya Gülüstana çevriləcək. Bu baxımdan İmam Zaman əleyhissalama bizim sevgimiz olmalıdır. Əhl-i Beyt məarifində bu mövzuya həddindən artıq çox yer ayrılıb ki, biz imamı gözləyək, imamla əlaqə saxlayaq. Bu sadəcə nəzəri bir etiqad deyil. Bu həqiqətdə mənəvi bağlılıqdır. Zamanın imamı ilə biz əlaqə saxlamalıyıq, ona itaat etməliyik. Onun sevgisini, məhəbbətini qəlbimizə salmalıyıq, dua etməliyik və bu kimi məsələləri qeybət-i kubra dövründə riayət etməliyik. Hətta İmam Sadiq əleyhissalamın bir hədisi yadıma düşdü. İmam Sadiq əleyhissalam buyurur ki, mən matə və huvə yərif imaməhu. Hər kəs imamını tanıyaraq ölərsə, zuhurun tez və ya gec olması ona zərər eləməz. Nə mənada? İnsan müntəzirdir, imamın gəlməsini gözləyir. Amma dünyasını dəyişdi. İndi imam gecikdi, gecikmədi, tez zuhur elədi, gec zuhur elədi, fərqi yoxdur. Belə bir insan artıq həqiqi mömindir. İmamla mənəvi rabitə lazımdır. Qeyb dövründə möminlər İmam Məsumla gərək əlaqədə olsunlar. Bu rabitənin müxtəlif yolları var, bu əlaqənin müxtəlif yolları vardır. İmam Zaman əleyhissalam barəsində çoxlu dualar vardı, ziyarətnamələr vardı.
Quran oxuya bilərik, gözəl əməl eləyə bilərik, ziyarətlərə gedə bilərik, imamın tərəfindən sədəqə verə bilərik, günahdan çəkinə bilərik. Biz günahdan çəkinməklə İmam Məhdi əleyhissalamın qəlbinin razılığını ələ gətirə bilərik. İmamın salamatçılığı haqqında məşhur dua Allahümmə kun li vəliyyikəl Hüccət ibn Həsən və yaxud da fərəc duası İlahi əduməl bəla və bərihəl xifa və nkətəə rəcə. Bunlar hamısı İmam Məhdi əleyhissalamdan bağlı olan dua və ziyarətlərdir. Din də dua məsələsinə çox önəm verir. Əhl-i Beyt məktəbində zuhur üçün məxsusən dua etməyin çox əhəmiyyəti vardır. İmam Sadiq əleyhissalam bir hədisində buyurur ki, əksirü duali bi təcilil fərəc. Fərəzin tezləşməsi üçün çox dua edin. Belə bir hədis İmam Zaman əleyhissalamın özündən də nisbət verilir. İmam Zaman əleyhissalam ki, mənim zuhurumun tezləşməsi üçün çoxlu dua edin. Bu dualar həqiqətdə insanın qəlbini oyadır. İnsanın qəlbində ümid yaradır və insanı zamanənin imamına daha da dərin bağlayır. Amma burada istəyirəm bu məsələyə də işarə edəm ki, həqiqi müntəzirlər kimlərdir? Həqiqi müntəzir sadəcə ilə danışan, necə deyirlər, sözdə bu sözləri deyənlər deyil. İmam Əli əleyhissalam bu barədə bir gözəl kəlamı vardı. Buyurur ki, insanların dəyəri onların əməlləri ilə ölçülür, danışığı ilə yox. Bu səbəbdən əgər bir insan namazına diqqət etmirsə, əxlaqını düzəltmirsə, günahlardan çəkinmirsə, insanlara zülm edirsə, qeybət və haram onun üçün heç bir önəmi yoxdursa, nə qədər desə də dildə ki, mən müntəzirəm, bu kifayət deyil. İntizar həqiqətdə əməl məktəbidir. Deməklə ki, mən müntəzirəm, insan müntəzir olmur. Müntəzir olmağını əməlinlə göstərməlisən. İmam Məhdi əleyhissalamın səhabələri hədislərə əsasən, rivayətlərə əsasən, o rivayətlərdə bildirilir ki, imamın həqiqi o şiələri, səhabələri çox böyük mənəvi hazırlığa sahibdilər. İmam Sadiq əleyhissalam buyurur ki, Ricalun kəənnə qulubəhum zubərul hədid. Onlar, İmam Məhdi əleyhissalamın səhabələri, qəlbləri dəmir kimi, dəmir parçaları kimi möhkəmdir. Yəni, iman baxımından. İmanlarında həddindən artıq möhkəmdilər, qorxmazdılar, fədakardılar, ixlaslıdılar. Biz də əgər istəyir imamın müntəzirlərindən olaq, bu xüsusiyyətlərə gərək biz sahib olaq. Bəli, mən deyim müntəzirəm, amma bildiyimi idim, nəfsim istədiyi idim. İntizar həqiqətdə Kərbəla məktəbidir. İntizar məktəbi ilə Kərbəla məktəbi üst-üstə düşür. Kərbəla məktəbindən həqiqətdə intizar məktəbini biz ayrı sala bilmərik, ayrı deyə bilmərik. Çünki İmam Hüseyin əleyhissalam zülmə boyun əymədi. Haqq uğrunda ayağa qalxdı. İlahi dəyərləri qorudu. İmam Məhdi əleyhissalamın qiyamı da Kərbəlanın davamı kimi təqdim edilir. Rəvayətlərdə buyurulur ki, İmam zuhur etdikdə ya lisaratil Hüseyn şüarı ilə çıxış edəcəkdir. Bəs elə intizar məktəbi həmin İmam Hüseyin əleyhissalamın məktəbidir. Ki, orada da insan zülmlə barışmamalı, ədaləti bərqərar eləməli, əmr bil məruf və nəhy münkər eləməlidir. Əziz tamaşaçılar, intizar sadəcə, diqqət edək, bu xülasə bəhsi demək istəyirəm, sadəcə gələcəyi gözləmək mənasında deyil. Bəlkə intizar ümid məktəbidir, iman məktəbidir, islah məktəbidir, müqavimət məktəbidir. Və bu ki, Peyğəmbər buyurub, əfzəlül əmali ümməti intizarul fərəc, bu hədis bizə öyrədir ki, ən böyük ibadətlərdən biri ümidsizliyə təslim olmamaqdır. Həqiqi müntəzir qəlbini saflaşdırmalıdır, cəmiyyətini islah etməlidir, haqqı müdafiə etməlidir, imanını qorumalı və öz imamı ilə əlaqə qurmalıdır. İnşallah biz gələn verilişdə zuhur və zuhur əlamətləri haqqında danışarıq. Təəssüflər olsun ki, bu günləri intizar haqqında danışdım. Vaxt eləyə bilmədim. Zuhur və zuhurun nişanələri haqqında bəhs edək. Hamınızı Allaha tapşırıram. Və sallallahu alə seyyidina Muhammed və alihi tahirin.